Zülmə dözürsən, döz günən yenə. Güclü ol, kiçilmə, döz ay ürəyim. Hər dərdə çəpərdi, sipərdisinə, sən çəkəni görmür göz ay ürəyim. Adam var, haqsızlıq başından aşır. Təpəsiz, döngəsiz, düzdə də çaşır. Səndəsə bilinmir nələr dolaşır, yıxır səni güc yox, söz ay ürəyim. Gərdişdən baş açmaq istəsəm də mən, axıra çatmıram sənin əlindən. Akifə arxa dur, tut bir əlindən, bütün düyünləri çöz ay ürəyim. Bu il görkəmli söz adamı, könül adamı, həm də iş adamı Hakim Məhərrəmovun 70 yaşı tamam oldu. Bu il 70 yaşı tamam olur, amma bu dünyada o 55 il yaşadı. 55 il dop dolu bir ömür yaşadı. Həm gördüyünü, bu dünyadan gözündən könülə keçirdiyini sözə gətirdi, şeirə gətirdi, gözəl şeirlər yazdı. Həm də gözəl işlər qurdu. Millətimizə, xalqımıza lazım olan işlər qurdu. Gələcəyimizə lazım olan işlər qurdu Hakim Məhərrəmov. Hakim Məhərrəmovun sözü başqalarından, başqa şairlərdən, qələm yoldaşlarından nəyə görə fərqlənirdi? Çünki o özünün və bizim ağsaqqalların, Nəriman müəllimi dediyi kimi yaşantılar şairi idi. O dünyanı gəzə-gəzə, dünyadan hər yerdə gördüklərini, insanları, həyat tərzlərini, çatanları, çatmayanları, bütün sevgilərini o şeiri görüb gətirirdi, yaşayıb gətirirdi. Bu yaşamadığı, könlündən keçmədiyi, özü mənasını, məğzini həzm eləmədiyi bir parada söz yazmazdı. Həm də Hakim Məhərrəmov aforizmlər, deyimli, duyumlu sözlər demək ustası kimi məşhur idi. Onun kitabının biri tamamilə deyimlər, duyumlar, aforizmlər, müdrik sözlər, kəlamlara həsr olub. Və bunlar doğrudan da hər biri həyat mənalı, məna yüklü sözlərdir, kəlamlardır, deyimlərdir. Və Hakim Məhərrəmovun qurduğu iş, ölkələrlə gəzə-gəzə, gördüyü, əlaqələndir, qurduğu işdə bir xeyli insanlar bugün də onun həyatda olmadığı vaxtda da ailələrini saxlayan insanlar yenə orada çalışırlar. Orada ona rəhmət oxuya-oxuya yaşayırlar. Allah rəhmət eləsin Hakim Məhərrəmova. Burada onun oxuduğu məktəbdə, onun kəndində bir araya gəlmək, onu xatırlamaq, kitablarını onun kəndindəki şagirdlərə, müəllimlərə, kitab sevərlərə təqdim eləmək bizim üçün də çox xoş oldu. Hakim Məhərrəmovun əziz xatirəsi ruhu daim yaşayacaq, umuna haqq eləyibdir. Allah bir daha rəhmət eləsin. Oktyabr ayının 21-də Ağstafa rayonunun Yuxarı Göycəli kənd orta məktəbində bu kəndin yetirməsi, görkəmli söz və iş adamı, mərhum Akif Məhərrəmovun 70 illik yubileyi və Sən adını qoru, ömür Allahındır kitabının təqdimat mərasimi keçirildi. Mərasim iştirakçıları ilk olaraq Azərbaycan vətən müharibəsi uğrunda canını qurban edən şəhidlərimizin və şair Akif Məhərrəminin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Qazax Xeyriyyə İctimai Birliyinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax Zona rəhbərliyinin dəstəyi ilə həyata keçirilən mərasimi Azərbaycan Yazıçılar Birliyi Qazax filialının rəhbəri şair Barat Vüsal açdı. Qazaxdan görmüşük. Yəni, buramızda şair də var. Hətta Aşıq Canan kimi artıq ustad sənətkar qazanmış aşığımız da var. Eləcə də Ağstafadan da digər qələm dostlarımız burada var. Tədbirin məqsədi aydındır. Sizin kəndlərə, sizə məktəblərə unudulmaz bir şairimizin Hakim Məhərrəminin anı günü keçiririk. Allah ona rəhmət eləsin, Rəbbimin yolda olsun və biz belə insanlar haqqında danışanda biraz da böyüyük. Çünki böyük olanlar insanı böyüdür, hamı böyüdür. Və məktəb direktoruna təşəkkür edir ki, belə gözəl görüş təşkil edir. Belə görüşlər xüsusən gənclər üçün, yeniyetmələr üçün, uşaqlar üçün daha vacib. Barat Vüsal çıxışından sonra sözü tədbirin aparıcısı,
Qazax Zona filialının nəzdində olan Hüseyn Arif adına ədəbi məclisin rəhbəri Saqif Qaratorpağa verdi. Akifin kitabında Akifin elə deyimləri var ki, doğrudan da aforizmlər var, yəni çoxdur. Onlardan bir neçəsini istəyirəm diqqət edir ki, həqiqət qorunmayanda xəcalət çəkir. Düşmən mərd olsa, dərdi çəkmək asan olar. Qayğısız yerdən qanqal çıxar. Haqdan gələnin haqqını gərək ödəyəsən. Gözəlin üzü, xalqın sözü. Deməli, Rus dostlarından da var, Stanislav Klevinski var, onun haqqında yazır ki, yazmaq Akif üçün bir şərt idi. Akif Əbrahoğlu yazır ki, yazmaq təmizliyə qayıtmadır Akif üçün. Bu mənada, yəni, yazdıqca insan təmizlər. Əslində şeir yazmaq bir, deməli, ruhani bir hadisədir. İnsan təmizlənir. Mənim buyur, söz sənin. Ben məlumat üçün deyim ki, Akif Məhərrəmovun övladları, gözəl övladları, işgüzar, ağırlı, övladları çox üzürlü səbəbdən burada deyirlər. Özü son məqamda belə yarandı. Elçin böyük onun arxatdaçı, biraz problem var və səhhətində. O səbəbdən gələ bilmədi. Mən bilirəm, tam üzürlüdür. Emil isə onu qəflətdən çağırdılar Avropaya. İş adamlarının, istirahçı adamlarının böyük bir sərgisi var dünya sərgisində. O sərgidə iştirak etmək üçün oraya getdi. Akif Məhrəmin ömür gün yoldaşı Qədirə xanıma salamlarını, xeyir dualarını sizin hamınıza çatdıran əziz müəllimlər, şagirdlər, bizim qalanlarımız, Brilliant xanım. Yəni, bu insanların salamları, saygıları, sevgiləri Akif Məhrəmovun ruhunla bərabər sizləndir. Akif Məhərrəmov deyirdi ki, mən eyni zamanda həmişə qazanıram. İş görəndə iş qazanıram, işimi inkişaf elətdirirəm, maddiyyat qazanıram. İş görməndə şeir yazıram, şeir qazanıram, ruhuma, düşüncəmə, ədəbi düşüncəmə xidmət edirəm. Doğrudan elədir. Zəngin bir ömür yaşadı bu adam. Və zəngin ömür yaşadığına görə, dünyaları gəzdiyinə görə, insanlarla təmasda olduğuna görə, bütün cəmiyyətləri tanıdığına görə bu adam çox ağıllı idi və həddindən çox onun obrazlı aforizmləri var, deyimləri var. Bu kitablarından biri də tamamilə ona həsr olunubdur. O qədər ağıllı sözlər deyil və adicə onun ölümündən sonra hazırladığımız xüsusi buraxılışdır. Bunun adı görür nədir? Sən adını qoru. Ömür Allah'ındır. Ne güzel sözdür. Bütün insanlara aittir. Adını koru, layıqətini koru, namusunu koru. Ömür ne kadar da Allah verir. Ona da ömür Allah yəqin 55 qismətliymiş. 55 verdi. Bugün 70'ti, üstündən 15 keçib, ölümündən 15 keçib bu fənada olmamağının, amma adı yaşayır, amma işi yaşayır, xeyirxah əməlləri yaşayır. Onu sevdiyi, onu sevən dostların yaddaşında yaşayır. Çünki ona haqq eləmişdir. Çox mərd adam idi. Çox olduqca yaxşı. Ümumiyyətlə insan dilində nə aparır ki? Lənət rəhmət. Özünlə əbədiyyətinə rəhmət daşıyan bir insan idi. Özü də bu cür insanların şeir yazmağı bizim kimi şeir yazmağından biraz fərqlidir. İnsan aşıqca olur. O ki zəngin olanda yetərincə imkanı olan adamlar nə qədər şeiri. Amma bu mənəviyyətindən, içindən gəlirdi. Sözə bağlılıq, bir mənəvi ehtiyacdan irəli gəlirdi. Əslində əsl şair kimi olanlar bunlar idi. Baxmayaraq sonra həyat bunların yaşam istiqamətini dəyişsə də, elə əsl anadan gəlmə şairlər bunlardır. Baxmayaraq ki, texniki savadı var, texniki sahəyə gedib, yəni filoloji ədəbiyyata, şeirə, filoloji baxımı zəif də olsa, Saqif müəllim, tutaq ki, bəzi ədəbi manirləri zadı filologlar qədər, yəni profesional şairlər qədər olmasa da, amma fikirlərində, deyimlərindəki dərinlik, səmimiyyət həmişə göz qabağında olubdur. Akif Məhərrəmov 1955-ci il yanvar ayının 26-sında Ağstafa rayonunun Yuxarı Göycəli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat Fakültəsinə qəbul olunub. Əmək fəaliyyətinə inşaat mühəndisi kimi başlayıb.
Sonralar bir sıra məsul vəzifələrdə çalışıb. 1993-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bədii yaradıcılığına orta məktəb illərində başlayıb. 1996-cı ildə Sən adını qoru, ömür Allahındır ilk şeirlər kitabı işıq üzü görüb. Daha sonra Əzizim, yolum haqqa, Taleh deyən bu dünyada nə var ki, nə mən dünyadayam, nə dünya məndə. Yaşadım, yazdım. Qonaq elə zamanına kitablarını oxucuların ixtiyarına verib. Akif müəllim çox gözəl insan olub. Xeyriyyətçiliklə məşğul olmaqla yanaşı ədəbi yaradıcılıqla məşğul olubdur. Gözəl şeirlər, gözəl əsərlər yaradıbdır və bizim elimizdə, obamızda xeyriyyətçi kimi tanınıbdır. Tək bircə faktı qeyd etmək istəyirəm ki, bugün Ağstafa rayon Gənclər və İdman İdarəsinin nəzdində futbol stadionu əslində kompleks halındadır. Onun təmir olunmasında, yaradılmasında yaxından iştirak eləyib, zəhməti olubdur. Rayonun digər tədbirlərində də həmişə iştirak eləyib. Yaxşı insan kimi, yaxşı ailə başçısı kimi əhalinin yaddaşında qalıbdır və həmişə də qalacaqdır. Siz öz ev-oğlunuzla fəxr edə bilərsiniz. Onun yaradıcılığını da öyrənmək lazımdır. Şeirlərini də oxumaq lazımdır. Nümunə kimi biz onu qəbul edəməliyik. Mən burada ailəsinin qardaşı oldu, burada iştirak edir. Rəfa müəllim dedi. Onlar təbii ki, hamısı istəyərdi ki, burada iştirak eləsinlər. Amma səbəbləri var. Onlar da sağ olsunlar, həmişə kəndə qayğı göstərirlər. Öz el-oğlunlara qayğı göstərirlər. Bir sözlə gözəl insan idi. Allah rəhmət eləsin. Biz onun xatirəsini yad edirik. Əzizim gözüm ağlar, öyrəşib gözüm ağlar. Anadan bir arzum var, qalmasın sözüm ağlar. Doğrudan da söz dağlar, ağlar qala bilər. Vaxt ağlar qala ki, söz oxuyan olmur. O kitabı açan olmur. O sözü aşıq oxumur, başqası oxumur. Və o mənada o söz xoşbəxtdir. O şair xoşbəxtdir ki, onun sözünü təkcə oxucular deyil, həm də aşıq oxuyur. Və məclisimizdə gözəl bir aşığımız Aşıq Samoy iştirak edir. Aşıq Samoyun da kiçik xatirəsi var. İstəyirəm ki, bu xatirəni bizim üçün desin, danışsın. Buyur Aşıq Samoy söz, Aşıq Samoyun. Bu görünə qurban oldum, Akif müəllim elinə obasına ləkə vuran kişi olmalı. 2000-ci il idi, rəhmətli Üstad Ədələt dedi ki, Bakıya gedirik. Və nəyə gedirik soruşma, ehtiyac da var getməlisən. Getdik, poezlə getdik. Bağdara düşdük. Onu da belə, indi bu mədəni telefon belə bir Tarık girdini kimi, çevin öldürən deyildir, telefon. Ma dedi ki, burada bir nömrə yığdım, götürdü, dedim ki, Aşıq Ədələt, dedi, haradasınız Bağdada? Kısa bir zamanda geldi, bir güzel yoldaş, apardı bizi səhər yeməyinə gidişdik, apardı iş yerine. İkinci mərtəbə, dedim, biz buraya mı gelmişik? Rəhmətli də bana söyledi ki, Bağda Gülün Qaçarxana vardı. Orada ölürsən akşama kadar yiyişdən, nəyinə adım, nəyə gelmişik? Bir həft sonra da akşam bizi Abşeron Qastinçəsində 808 nömrəli otaq bunun özünün yeri. Adam oldu olmadı, o ayrı oranın pulunu keçirib. Biz iş yerində olanda, gedəndə gördük 2-3 adam da aşağıda durur, Akif belə ona çəkdi. Ona 5 manat, buna 2 manat. Dedim ona işte, bu kimdir? Dedi, bu Həsən Sudan Göycəlidir. Mart ayının 13'ünde de onun ile bir ilk kitabı çıkmıştı. Benim yadımdadır rəhmətli Akif Səməd, Məmməd İlqar. O Gədəbəylərin yeməkxanası vardı, orada da vardı 5-10 nəfər. Öz onamızın adamlarını bir kitabını da təqdim elədi. Yani bu kişi öydən köçmür, bu eldən köçür. Çox əvəzsiz adam idi. Allah rəhmət, o bir həftədə daha Bakının gəzdirmədiyi yeri yok. Ma dedi, bir de ayın 15'iydi, zəng geldi.
Akıl ve sırf Mezahir müəllimin 50'lik imtikanı bizim bədənə çox yapar. Bunun 14'ü gələrdi, dedi yox. Hem de bir kişiyi tanıdık. Ayın 17'si de Mart'ın rayonda bahar bayramıdır. Bu da xəstələnib, o salamat həyada mələt qalıb, dedim, hakim müəllim bizi Bağdaddan yola sal. Bu elə cəhd edir, burada qalır. Dedim, yox, gedək. Ne olar, nə keçər, başım əldə qalar. Getdi bizi Bağdaddan da yola saldı. Bir qədər də mənim cümlənin görünə qurban olur. Balalarsa pul qoydu. Allah rəhmət eləsin, ruhu şəd olsun. Bilal Qoca da buradadır, o da iştirak edir. Akif Məhərrəminin adına, şəxsiyyətinə hörmət olaraq gəlir. Buyur Bilal. Dağlara qar düşüsünə böyləyir, dağların yuqarı sənin üçündür. Qış gedir, dərələr, dağmələr deyir, zamanın baharı sənin üçündür. Neyse bugün demirə baxırda deyir ki, məndə tükənməz insana xidmət, qoyur düşünməsin amansız mənim. Ey insan, gözləmə məndən mərhəməti, zəhmətim hüləri yaşadır. Miçorin sözü, biz təbiətdən mərhəmət gözləyə bilmərik, bizim əksərimiz istədim onu almaq. Bir yerdə işləmək, mədəniyyətə, ədəbiyyata xidmət eləmək çox çətindir. Yəni, o balada işdən başlayırsan və ömrünü ona həsr edirsən. Doğrudan da çətin bir işdir. Bugün məclisimizdə ömrünü, gününü mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə xidmət edən bir insan buradadır. Akif'in lap yaxşı tanıyır və bugün sözü Gürcün müəllimə verirəm. Bu çox böyük nailiyyətdir. Bu kənd üçün də, Akstabay üçün də, Qazaq üçün də, ölkəmiz üçün də. Bu bilirsiniz nə deməkdir? Yəni mən, qardaş, açıq da deyirlər şair, onda şair olur ki, imkanım yoxdur, ev şəraiti yoxdur, çətin yaşayır və o məcburən şeir yazır falan. Amma burada nə biz? Tolstoy eşmişik, böyük bir, varlı bir nəslin nümayəndəsi. Tolstoy, dünya adını Tolstoy kimi. Heç bir deşnədə ihtiyaçlar zaten oluyorlar dövründə. Ən varlı knyazlardan biri oldu bu əsr. İndi təsəvvür edin ki, bu Akif Allah rəhmətli, Allah rəhmət eləsin. İmkanı var, pulu var, filan var, buna baxmadan, bunun ürəyində nə qədər şeirə, sənətə olan maraq, onu aparıb əbədiyyətə bağlayır. Yəni, bu dərk edir ki, bunu savadlı çatırılan ki, qardaş, bu madiyyət müvəqqəti bu dünya üçündür. O günləri, Allah rəhmət eləsin, 15 ildən sonra yenidən onun, artıq o var, dövlət qaldı arxada, babalarına qismət olsun. Amma indi bu əbədi dünyaya qoşulmalı, çox sağ olun, sizin, Qabar müəllimisi kimi insanlar, sağ olsun, Cümşid müəllimdə minnətləri, başçı adamdır, yəni rəhbər adam olub, amma eşdən kimi dedi, mən də işlər, sağ olun. Akif, qorxma ömür adlı bəladan, istəklərin çox yaxşıdır əladan, qiymətini öz versin bəladan, yaxşılığı sağlığında gərəksən, doğrudan da yaxşılığı sağlığında kəndi insan edirlər, o yaxşılığa ilhamımız burada. Yəni, deyir ki, Microsoft deyir ki, sən şair olmaya bilərsən, vətəndaş olmalısın, bu mənada Akif böyük vətəndaş. Tüm parametrlərdən və bugün də çox gözəl bir şairimiz, çox gözəl bir müəllim, əsl pedagog burada iştirak edir. Əlbəttə, biz onu təkcə şair kimi yox, həm də bir nümunəvi müəllim kimi tanıyırıq. Rayonumuzun nümunə olan müəllimlərindəndir. Şirin müəllim iştirak edir, Şirin namazlı söz verir. Akif müəllim rəhmətə gedəndə bildiyiniz kimi o qəfildən rəhmətə getdi. Bir şeir yazmışdım. Bu da Rafael İncəyoğlu'nun hoşuna gəlmişdə gecikdə verdi. Yaddaşımda yox, yer yüzündən okuyorum. Təəssüf ki, Ulu Tanrı Akif'in gedişi tez, gəlişini gecikdi. Bəlkə də ən az günahlı bəndəsi heç bilmədi nə vaxt, harda su çəkdi. Hatəm kimi gözü könlü tox idi, yaxşılığa təmənnası yox idi. Gələcəyi arzuları çox idi, vaxtsız ölüm planları puç etdi. Dözmədi dərdinin yaşıdı Akif, yükünü içində daşıdı Akif. Ömrünü kişi tək yaşadı Akif, köçəndə də kişi kimi köç etdi. Allah rəhmət eylesin.
El qeyrəti bizə sınav olmasın, dədə yurda bir biganə qalmasın. Bulaqların bilparları solmasın, beynimizə qeyrətini süzən su, nə gözəl məkan imiş əsən su, gözəl bir məkandır və bu məkanda da sazı dinləməsək, günah olar. Ona görə söz sazındır, buyur Aşıq Əjdər, söz sənindir. Devrana bax, zamana bax, vaxta bax, tali verən qismətə bax, paya bax. Bilmək olmur, hökm gəlir bəxtə bax, arzuya bax, qismətə bax, bəxtə bax. Minlər əkər gözü görməz bitənim, bir basırar kol dibinə küpənim, yüz axtarar tapa bilməz itəni, arzuya bax, qismətə bax, paya bax. Haram yığan Himalaydan qar istər, harı yiyən görən nə vaxt qar istər, ay kasıb söydündən bar istər, arzuya bax, qismətə bax, vaxta bax. Yerine deyəsən bu millətə, keçələmə haya gedir, Rəsvarin qeyrətidir, varil olan haya gedir, Ümrədə üstünə gedir, çoxarına gedir, Vətənli ümrədə, ümrədə haya gedir, ümrədə haya gedir. Ne deyəsən bu millətlərə? Heç nədən nəhaya gedir. Kasıbları qeyrətli dayqa, varı olan vaya gedir. İmkansızı çox kişilər, varlıya sərmaya gedir. Vətənini uzanlar bilmirmi bəlaya gedir. Sel gələndə çöp ürüşür, təpə durur, qaya gedir. Adam var ki, ad qazanır. Ad da var ki, saya gedir. Akif, get gör qələmsənim, suyu axıb saya gedir. Əbülfəzin nəçidi də Tanrıya, haraya gedir. Əbülfəz Qafarova can sağlığı, Akif Məhərrəmə rəhmət, sizə xoşbəxtlik sağlar. Sağ olun. İnsan özünü ifadə edir şiirdə və təkcə şiirlə ifadə eləmir, musiqi ilə ifadə edir, rəsmlə ifadə edir və insan ifadə etmişlər. Bugün də o saf adamlardan biri, o bizim gözəl sənətkarımız Qafar Sarıvərdi buradadır. Qafar müəllim, Akif müəllim uzun müddətli bir dostluğu var və özünü rəsmlə, rənglə ifadə edən bir insandır, böyük sənətkarımızdır, Azərbaycanın tanınmış rəssamıdır. Buyur, Qafar müəllim. Bu qarışıq şəhərdə, yəni Bakı kimi yerdə Mutlu Akif kimi tanınan, bax Akif Məhərrəmov, bizim dostumuz, qardaşımız, iş adamı kimi iş adamı idi, həqiqi mənada. Məni tanıyanlar bilir ki, qeyri-səmimi danışmaqla aram yox. Şair kimi şair idi. Dost kimi dost idi, ailəsini də gözəl tanıyırıq, məclislərində iştirak eləmişik. Bir ailə kimi gözəl ailə başçısı idi. Eyni zamanda mən bunun bir neçə kitabının rəssamıyam. Məsəl üçün, Sən adını qoru, ömür Allah'ın. Bu bəs eləyir, kitabın içində bir şey olmasa da, yüz qabığı bəs eləyir. Və yaxud nə mən dünyadayam, nə dünya mənə belə bir kitab var. Və ona çox maraqla bu işə yanaşmışam, o vaxt bir qabını çəkmişəm. Çox vaxt bir insan kimi görüşəndə bu Vətən restoranı vardı Qazaxlarında, tanıyanlar bilir, orada çox görüşürdük. Mənim emalatxanama, yəni 28 may metrosuna yaxın ərazidə görüşürdük. Bəzi məclislərdə hətta məni aparıcı seçirdilər. Bir dəfə Aşıq Ədalət Nəsibovun 65 illiyi idi. Dedilər ki, rəssam olduğuna baxma, bu ədaləti hamıdan yaxşıdan idi, hamıdan yaxşı çəkir. Elə qoy bu da aparıcı olsun. Mən də orada bir Akif, yəni maliyyə tərəfi də Akif Məhərrəmin idi.
Dedim, o vaxtı, dedim, elə ədalət buradadır, bu bir hadisəni danışıb, bəlkə biraz dodağınız qaçdı. Bir neçə adam oturur, yiyir, içir, cavanlar deyir, ədalət saç çalanda gözünü niyə yumur? Deyir, özünü kərəmə oxşadır, nə bilim, Koroğluya oxşadır. Heç bir sözünlə razılaşmırlar. Bir də bir Kürdəmirli cavan oğlan qalxır, mən deyim də, o gözünü niyə yumur? Qorxur ki, məftil qırılıb gözünə gedər. Dedim, bunu yalnız Kürdəmirli deyədilər. Dedim, mən də dedim, ədalət məndir, nə deyim? Çok olun adam düz deyil. Bu da belə cavab verdi, bir yerə məclisdə. Akif Allah rəhmət eləsin. Yuxarı Göycəliyə mən çox bağlı adamam. Hüseynovlar ailəsi. Oqtay bilmirəm, buralarda yoxdur. Onun səyən sinif yollarında, onun bir zəhmət olmasa. Onlarla mən çox yaxın olmuşam. Fərzalı Abbasov kimi kişinin nəvələrinin məclisinə aparmışam, övladlarla yaxınam. Ümumiyyətlə, bu torpaq mənə doğmadır. Rafael İncəyurt, gözəl şairimiz, artıq ağsaqqal şairimiz. Zəng eləyəndə ki, belə bir tədbir var, doğrudan da həqiqi bir ciddi işimiz vardı. Uça-uça gəlib özümü çatdırdım. Yəni, necə ki, o Həmid Abbasın tədbirinə gəldim, çatdım. Vaxtınızı almayın. Allah rəhmət eləsin. Dayım deyir, dostu seçsən, hər çətinlikdən də keçsən, durma, düşmən qanı içsən, sənə baxıb fəxr edirik. Adam var ki, həyası var, arı var. Adam var ki, təhnəsində darı var. Adam da var, nə ondandır, nə bundan. Adam var ki, uşaq vaxtdan ağadır. Adam var ki, böyürsə də çağadır. Adam var ki, Akif kimi qağadır. Adam da var, nə ondandır, nə bundan. Arxandan mərd dursun, önündə namərd. Onda yetirənməz nə xətər, nə dərd. Sevdiyin çıxmasa dar gündə həmdərd. Söylədiyi səbrə, dözə inanma. Tədbir çərçivəsində həmçinin Rafael İncəyurdun nəşrə hazırladığı Akif Məhərrəmova həsr edilmiş Sən adını qoru, ömür Allahındır adlı xüsusi dərgidən də söz açılıb. Bu dərgidə xalq şairi Məmməd Arazın, Nəriman Həsənzadənin, İlyas Tapdığın, Arif Əmrahoğlunun, Aşıq Ədalət Nəsibovun, Asəf Hacıyevin, Ağaxan Abdullayevin, Nizami Cəfərovun, Məhərrəm Qasımlının, Məmməd İlqarın, Barat Vüsalın və dünyanın bir çox ölkələrindəki ədəbiyyat və sənət adamlarının ürək sözləri yer alıb. Dərgidə həmçinin Akif Məhərrəmovun öz şeirləri də oxuculara təqdim olunub. Akif Məhərrəmovun çoxlu bayaqları var. Bu bayaqların birində belə deyir. Əzim yolum yaxşı, yolunda zülüm yaxşı. Yalan göstərməkdən şərəfli ölüm yaxşıdır. Oradan da şərəflə yaşadı, şərəfli ölüm başa vurdu. Çox sağ olun, var olun, mənim minnətdarlığımı bildirirəm. Hərçilərimə sizə, şagirdlərə çox sağ olun, dinlədiniz, bizim üçün vaxtınızı ayırdınız bizə. Və siz də deməli, bu yurdun böyük oğullarından biri Akif Məhərrəmoğlu, Akif Məhərrəmini tanıdınız. Elə bilirəm ki, insan ömrü nə qədər qısa olsa sözün ömrü əbədidir və bu gündə bu sözü bir gün yaşatmaq üçün, bu sözü təzədən tozunu silmək üçün gəldik buraya. Çox sağ olun, varım, hər bir kəsə minnətdarlığımı bildirirəm. Söz deyən, iştirak edən hər bir kəsə çox sağ olun və çox dəyərli bir aşımı iştirak edir burada. Aşıq Ədalətin şahidləri, Aşıq Yıldar buradadır. Buyurun.
sana. Ayrılığımı verem sana, verem sana, verem sana. İşte benim yüreğimi kurban deyip veririm sana. Hayat ömrümün bir anıdır, aynını veririm sana. Bu genç nəslə nümunə olacaq bir tədbir oldu. Çünki bizi yaşda olan nəsillər Akif müəllimi çox yaxından tanıyırıq, xeyrimizdə də iştirak edib, şəhərimizdə də həmişə bütün məclislərdə bir yerdə olmuşuq. Ailəsi də öz kəndimizdəndir, həyat yoldaşını deyirəm, evlatları da, qohum əqrəbəsi də. Ancaq yerdən qalxan gənc nəsil üçün bu böyük bir yadda qalan, iz buraxan tədbir oldu. Ona görə hər birimizə ayrı-ayrılıqda minnətdarlığımı bildiririm. Çox sağ olun deyirəm. Bu tədbiri Sahib Qaratorpa apardı, Sahib Qaratorpa, Əmir Azərbaycanın ən sahibi seçilən, sevilən şairlərindən biridir. Bakı tərcüməçilərindən biridir. Özbəkistanda, Qırğızstanda, Mühəmməd kitablar çox. Götürmürəm sən. Kiməsə adi görünməsin. Ədəbiyyatımızda müəyyən bir şairlərindən. Güzel olsun. Doğulmuşam sinən üstə sənin üçün ani dünya. Qonaq ilə zamanına, dərdsiz, qəmsiz, fani dünya. Yaratmısan aparmağa, tələsmə gəl canı dünya. Göz açmışam, seyr eləyim hər tərəfi, yanı dünya. Gəzənləri köçürürsən, niyə vaxtsız, cani dünya. Göz açmışam, seyr eləyim hər tərəfi, yanı dünya. Gələnləri köçürürsən, niyə vaxtsız cani dünya. Mərdimazar qarşısında çiçək açıb, gül eyləmə. Həsrət qoyub sevdiyimə, bağrım başın kül eyləmə. Zülüm çəkim, ahuzarı həzinləşdir, zil eyləmə. Zəmanətim haqla olsun, nahaqlara dil eyləmə. Zərə zülmət yaraşmıyır, işığına qani dünya. Gələnlərlə gedənlərin görüşməyi naxış olub, Məcnunların qismətində leylilərə baxış olub, yaxşılığa əl çatmıyır, pisə yaman axış olub. Arxa dursan şirin sözün başa vurmaq qaxış olub, əl tutmaq ki əlidəndir, səhvim mi var, yəni dünya. Kənar gəzib kənarlarda, ortalıqda yeməmişəm. Vuruşmuşam haqq yolunda, dizə əyri deməmişəm. Ayaq altda yol salmışam, hamar yeri eşməmişəm. Pərdə çəkib aralığa, olanı da deməmişəm. Anlamadın, böyük bildim mən hamıdan səni dünya. Oyun qurub oynayanlar anladığı an gedibdi. Dəyərsizin yollarında dəyərli min can gedibdi. Tarix boyu torpağıma tökülübdü, qan gedibdi. Talihsizdən dəryalarda balıq gülüb yan gedibdi. Dəyiş əyri qərarını, qurbanını tanı dünya. Əziyyəti zəhmət ilə qarışdırma, zülüm olar. Haqq yolunda anlaşmasaq, son nəticə ölüm olar. Savadsızı başa salan, öyrənərsə bilim olar. Bir almadan 10 qardaşa bölsək payı dilim olar. Ədaləti sən yarattın, göstər görüm anı dünya. Akif deyir, etdiyimi qarış-qarış ölçəcəyəm. Aman olsa, dəyərləri bir-birindən seçəcəyəm. El sözüdür, mən axırda əkdiyimi biçəcəyəm. Nə olsun ki, gün gələcək, üzərindən köçəcəyəm. Alanmazsan təkcə bil ki, nə şöhrəti, şanı dünya. Sən getdin,
Getdin Akif. Növbəti səfərəmi çıxdın. Ancaq uzaq, çox uzaq səfərə. Getdinmi ki, növbəti səfər təəssüratlarından doğulan, yaşantılarından ərsəyə gələn könül pıçıltılarını ya da baskılara ürcah olmuş dünyada iradə və əzmin hayqırtılarını şeirə gətirəsən. Dolu, dop-dolu aforizmlər. Heç olmasa sinəndəki isti, işıqlı bir bayatı ilə dönəsən vətənə. Getdin, Akif, getdin. Öz də çox uzağa. Qayıtma zamanı sonsuzluq olan səfərə çıxdın. Bu səfər nə qədər uzun və uzağadır ki, bu qədər insan çaşbaş qaldı, yanıb yaxıldı. Getdin, Akif, getdin. Millətimin böyük səxa sahibi, getdin. Şən elədiyin yurdun, qurub yaratdıqların göz önündə. Bilmirəm, bunlar təskinlikdirmi, yoxsa sənsizliyin sıxıntılarıdırmı? Bilmirəm. Hələ heç nə bilmirəm. Tikib qurmaqda da, alıb satmaqda da, dosta düşmənə münasibətdə də ən yaxşı, ən yüksək, maksimalist olan Akif. Leksikonunda orta sözü olmayan Akif. Sən getdin. Keşkə Allah bu yazını yazmağı mənə və heç kimə qismət etməyəydi. Və neyniyək? Sən çıxdığın bu səfər kimin qarşısında yoxdur ki, Akif? Ya tez, ya gec. Elə isə görüşənə də əziz dostum. Görüşərik, əziz dostum.